Salam, necəsiz dostlar? Saat 5-də mən video çəkirəm. İnşallah evdəkilər dəli olmaz səsimdən. İşığını falan düzəldim. Çox random bir videodur. Yəni yemək yeyəndə baxa bilərsiniz. Əgər yapraq dökümünə baxmaqdan bezmisinizsə, ki mən artıq baxmıram, təbrik edə bilərsiniz. Videomuza keçiş edə bilərik. Bax, işığınız gəldi. Hə. Əslində çoxdan planlaşdırırdım video çəkməyi. Sadəcə procrastination, çox belə havalı terminlər qataraq biraz sizi mövzudan uzaqlaşdırmaq istəyirəm. Qəribə şeylər, dayı tərzli şeylər. Üzərində nə var? Tipli yox, təbii ki. Ad günün nə vaxtı, neçə valla girmisən universitetə və s. İşığımı üzürlü sayın, çünki özü buradadır, onu taxacağıq. Neyse belə. Bu arada otaq vlog gələcək, amma hələ tam deyil və ona görə gəlmir. Neyse, işıq buradan çox qəşəngdir deyə düşünürəm ki, burada oturuq, hətta makyaj eləyək. Nə düşünürsünüz? Gəlirəm. Gəldim. Cəminaya dedim ki, mənə qəşəng suallar ver və verib hal-hazırda. İlk sualımız odur ki, bu arada dostlar, mən Instagram üçün video çəkirəm. Make-up videosu və onun make-upını eləyəcəm. Mən heç vaxt dark make-up eləmədiyim üçün dedim ki, niyə də olmasın? Neyse, ilk öncə dərimizi nəmləndiririk və suallara cavab verirəm. Sualımız odur ki, bugünə qədər eşitdiyin ən mənasız həyat məsləhəti nə olub? Ən mənasız həyat məsləhəti. Elə bir sual yoxdur. Çox Cəminayı hal-hazırda qınayıram. Çünki elə anda verilən hər bir məsləhət düşünürəm ki, yaxşı olur mənə. Yəni hər cəhətdən yaxşı təsir edir. Məsələn, mənim pis dönəmlərim olmuşdu ki, mənim rəfiqələrim mənə məsləhət verir. Hətta bilmirəm valla qardaş. Bu konulara geçebilir miyiz lütfen? Üzüm belə şeydir, qəlbi görsün. Bu arada dostlar, gəlin alnımla bağlı sizə maraqlı bir anı danışım. Deməli, mən uşaq olanda, mən görürsünüz ki, mənim çolkasız şəklim yoxdur. Demək olar ki, uşaq vaxtı da mən çolkalı olmuşam. Bunun səbəbi uşaq vaxtı anam çolka kəsir demişə, bu idi. Amma indi normal olaraq çolkalı olmağımın səbəbi mənim alnımdır. Çünki mən uşaq vaxtı, mən öz doğma bacı qardaşlarım hətta belə mənə deyirlər ki, alnın sanki plazma televizordur. Və mən də ona görə çox kompleks eləmişəm. Həmişə. Və bir bloger var, tanıyıram, özünü çox sevirəm, izləyirəm, Həcər. Onun da alnı ilə bağlı nə qədər tənqidlər falan var. O da deyir ki, alnı böyük olanların taleyi gözəl olur və ona görə də mən də artıq 21 il sonra bu kompleksimdən vazgeçirəm. Bir də bu arada alnı böyük olanların ağlı da böyük olur. Niyə bu qədər artist deyirəm? Sonra videoya baxanda utanıram özümdən. Özü bizdə YouTube kanalıma ailəm də bilir deyə. Hətta bəzən ola bilər ki, atam da baxa bilər bu videoya. Ona görə ağıllı olmalıyıq. Gəlin YouTube kanalı açmağıma danışım. Əslində maraqlı bir fakt. Cəminayın suallarına ehtiyacı olmadı, boş-boş danışıram. Maraqlı bir fakt nədir? Mən 10-da oxuyanda mənə ilk dəfə telefon alınmışdı, fun fact. Neyse, mənə onda telefon aldı və mənim Instagramım var idi onda. Bağlı hesab idi, private hesab idi. Və mən orada mənim profil şəklinə özümü qoymuşdum. İzləyicim var hal-hazırda Instagramda və bu hal-hazırda paylaşdıqlarıma görə çox ədəbli bir şeydir. Sadəcə profil şəklimdə olmalı. Üstündən bir 15 dəqiqə keçməmişdi ki, mamam dedi ki, profilində özünü qoyma. Bəli. Və hal-hazırda mən YouTube'a video çəkirəm, makyaj edib. Təbrik edərim. Yəni, iyi bok yediniz. İşim budur. İşim deyəndə dostlar, baxın, məsələn, bugün saat 5'də durmuşam və mən video çəkirəm. Bu eşq nədir? Yəni, maraqlı da, yəni belə danışıram sizlə bir yerdə kontakt heç. Tanımadığım o qədər insanla əlaqə qurmuşam ki, buradan. Hər neysə belə. İndi keçək Cəminayın suallarına, baxım görüm fəlsəfi nəsə yazmasını gəlirəm. Deyir ki, Cəminay bacı,
özün 2-3 il əvvəl elədiyin, o xatırlayanda ay da niyə eləmişəm falan dediyin hadisə olubmu? Əslində mən yenə fəlsəfi cümlə quracağam. Çox şeyə pis olmuram. Deyirəm ki, yaxşı ki oldu falan. Məsələn, əvvəl Aliviyada işlədiyimə görə özümə pis olurdum ki, niyə orada işlədim falan. Çox pis gəldi mənə, nə bilim belə oldu, elə oldu. Amma sonra deyirəm ki, yaxşı ki oldu da. Məsələn, mən orada işləməsəydim, böyüməyəcəkdim, çox şey öyrənməyəcəkdim falan. Özümə belə deyirəm. Məsələn, keçən dəfə bir nəfər yazmışdı mənə, YouTube-umu izləyənlərdən. Mən məzun günü vloqunu paylaşmışdım və mənə yazmışdı ki, hazır olun bombaya. Və mənə yazmışdı ki, Canik özünə diva deyirsə, mənə DM-dən yazmışdı bu arada ki, özünə diva deyirsən, amma əvvəl kök olub, sonra arıqlamaqla diva olunmur. Canik və Mürtəzə belə yazmışdı. Bu videonu izləyirsənsə salam. Birincisi salam. İkincisi də ki, kanalıma abunə olub videolarımı bəyənməyi unutma. Instagramımı izləyə bilməyəcəksən, düz blok atdım çünki o mesajlardan sonra. Hə, neyse dostlar, belə. Deyir ki, şair Cemilay bacı. Çox sağ ol. İnsanların sənin haqqında ən çox yanıldığı məsələ nədir və bunu necə düzəltmək istəyirsən? Əslində mən belə bir şey demək istəyirəm ki, mənim çox xasiyyətim elədir ki, nəsə xasiyyətim deyil əslində, bəxtim deyim elədir ki, insanlar məni çox vaxt yanlış anlayır və bu hər yerdə elədir. Hətta sizə bir şey danışacağam. Mən uşaq vaxtı kənddə olanda, yayda kəndə gedirdik. Bizim qohumumuz vardı, bir qız idi, onun telefonu var idi. Mən uşaq idim və telefonda oynayırdım uşaq vaxt, normal olaraq dijital dünyanın hal-hazırda bir insan olaraq telefon oynayırdım. Sonra həmin qız, gəlin o qızın adını qoyaq. Gəlin o qızın adını qoyaq Badam. Hə, məsələn, o Badamın telefonu ilə oynayırdım həmişə. Bir dəfə Badam düşdü aşağı çimməyə və Badamın telefonu oradaydı. Normal olaraq Badam icazə verib mənə telefonla oynamağa. Mənim babam və nənəm kənddə. Onlar dayanıblar məsələn orada. Badamın telefonundan mən oynayıram. Amma bunlar elə bilir ki, mən Badamın telefonundan yox, bizi də o vaxtda balkon eləyirdilər kənddə. O balkonu düzəldən ustanın telefonu ilə oynayıram. Elə bildilər ki, cəmaatın telefonu ilə oynayıram hal-hazırda. Babam mənə qayıtdı dedi ki, Mədinə, cəmaatın telefonu ilə niyə oynayırsan? Mən onda elə bilirdim ki, Badamı deyir. Başa düşdünüz? Çünki mən Badamın telefonu ilə oynayıram axı. Mən də qayıtdım dedim ki, dədə deyirik biz babaya. Dedim ki, dədə nə olsun, özü icazə verib falan. Belə qayıtdım. Ad çəkmir. Kinolarda olur elə bir şey. Ad çəkmirik. Hə, babam belə çöndü, nənəmə qayıtdı dedi ki, bu qız yəni düzgün hərəkət eləmir, başqasının telefonu ilə oynayır falan. Mən elə bilirəm ki, hələ də Badamı deyirlər və mən oturdum. Biraz keçdi üstündən, təxmini 10 il falan sonra başa düşdüm ki, onlar Badamı yox, orada usta var idi. Onun telefonu haqqında danışırdılar və mən onu yanlış anlamışdım. Və çox vaxt belə yanlış anlaşılmalar üzərinə mənim həyatıma çox şey dəyişir və bunu düzəltməliyəm deyə düşünürəm. Bilmirəm səbəbi nədir. İnsanlar məni çox vaxt yanlış anlayır və nəsə bir fikrimi ifadə eləmək istəyəndə çox vaxt yanlış anlayır. Məsələn, nə ola bilər? Bunu biraz yekəxana kimi də demək istəmirəm. Mən bir çox uğurlar qazanıb eləyəndə bunu hardasa dilə gətirməyimi insanlar egoistlik kimi düşünür. Məsələn, nəsə oldu və amma mən sizə bir dənə maraqlı bir egoistlik nümunəsi deyə bilərəm. Məsələn, mən universitet birincilərindən oldum. Mən qrup yoldaşlarıma görə bəlkə də oldum. Niyə görə belə düşünürəm? Çünki həvəsim var idi və oxuyurdum, belə deyim. Və mənim universitet birincisi olmağımı biləndə qrup yoldaşlarım falan çox sevindi. Amma məsələn orada bir qız var idi. Bəlkə də bu videoya baxacaq. Nəysə o qız o da universitet birincisidir. Bunun qrup yoldaşları gəldi də yanına. Belə qız. Çünki universitet birinciləri ayrı yerdə oturur, amma şeylər ayrı yerdə otururdu. Bizim uşaqlar yuxarıdaydı. Mən ona pis olmuşdum ki, niyə mən uşaqların yanında deyiləm? Mənim saf qəlb.
Neyse bu qız qayıtdı öz qrup yoldaşlarına dedi ki, bilirsiniz də yəqin ki, siz burada oturmursunuz. Siz o birisi tərəfdəsiz. Bir dəfə dedi bunu. Qız dedi ki, hə, biz o birisi tərəfdəyik falan. Sonra təzən bildi, siz burada oturmursunuz. Burada birincilər oturur. Siz o birisi tərəfdəsiz. Mən belə döndüm, baxdım, artıq mənə belə toxunmağa başladı. Baxmayaraq ki, orada da mən də oturmuşam. Qız da belə bildi də, sən burdasan, sən birincisən. Drama. Burada çox pis olmuşdum ki, öz qrup yoldaşlarımdan oturmamışam. Mənim tenimi götürüb bacım və yerinə qoymayıb. Hə, yox, buradaymış. So cute. Mən o tipli şeylər eləməsəm belə və insanlar bəzi şeylərin yekəxana olduğunu düşünür, amma bəzi nöqtədə belə olmaq istəyirəm. Hal-hazırda onun üçün çalışıram, egoist olmaq istəyirəm. Niyə görə? Çünki bu həyatda əgər sən öz elədiklərinin və özünün bir insan olaraq, fiziki insan, mənəvi dəyərləri olan bir insan olaraq öz qədrini bilirsənsə və özünə hörmət edirsənsə, özünə güvənirsənsə, çox uğurlu olursan deyə düşünürəm. Təbii ki, egoistliyin də bir limiti var. Onu keçəndən sonra artıq insanlıqdan çıxırsan, təbii ki, amma mən düşünürəm ki, hər kəsdə bir ego olmalıdır. Freud'un super egodan çıxış eləyərək bunu düşünürəm. Uşaqlıqda eşitdiyin və illərlə həqiqətən də inandığın ən absurd yalan nə olub? Mən uşaq vaxtında çox realist olmuşam. Həqiqətən niyə belə uşaq olar? Heç nə inanmırdım. Noel babanın olmadığını bilirdim. Sonra, məsələn, çox qəribə bir şey deyəcəm sizə. Məsələn, mən uşaq vaxtı elə bilirdim ki, burada uşaq vaxtı yox, 7 ya da 8-ci sinifə qədər Mosi dağıdır çölü. Hə, elə bilirdim ki, dünyaya uşaqlar necə gəlir? Tapdım. L'Oreal Paris Infallible. Hə, neyse, söhbətimin ardını gətirim. Necə düşünürdüm? Mən elə bilirdim ki, bir insan digər insandan evlənir ki, evlənməlidir mütləq bunun üçün. Və Allahım, nə olar gülməyim. Və əgər sənin əlində nikah şəhadətnaməsi varsa, Allah baxır və təsdiq verəndən sonra accept edir sənin şeyini, apply-ını və sənin uşağın olur. Belə düşünürdüm. Bəli, 7-ci sinifə qədər deyirsin, ya da 6 deyirsin, hə, belə düşünürdüm. Məncə çox valid bir şeydir ki, bunu düşünüm. Mühafizəkar ailədə çox böyüməmişəm, belə mühafizəkar, amma belə düşünürdüm. Bunun səbəbi məsələn, kimsənin uşağı falan olmayanda, televizorda falan görürdüm. Neçə il sonra uşağı oldu ya da olmadı, getdi övladlıq götürdü. Mən mamamdan soruşmuşdum ki, həqiqətən uşaqların analarından soruşduğusa, mən də soruşduğum sualda, yəni, mamam hardan bilsin? Mən də mamamdan qayıdıb soruşmuşdum ki, mama, niyə onların uşaqları olmur? Mama da, mən uşağam axı belə, yadındadır, ibtidai sinif 1-də ya da 2-də oxuyordum. Qayıtma dedi ki, qızım, Allah verməyib də, yəni ona görə yəqin olmur. Mən də onda fikirləşdim ki, sənin əlində nikah şəhadətnamən, Allaha göndərdiyin apply şeyi qəbul olunmadı. Nə conditional, nə də unconditional. Nəsə, çox gülməli bir şeydir, çünki qəribədir. İndi mənim uşaqlarım bu videoya baxsa, yavırçılıq olacaq. Onlara necə izah edəcəm? İnsanların çox əyləncəli, mən niyə belə Enes Batur kimi başladım bu suala? İnsanların çox əyləncəlidir dediyi, amma sənin sevmədiyin bir fəaliyyət, mən sizə deyim, o anti-kafelər olur falan, anti-kafelərə gedirlər, mən sevmirəm elə tip fəaliyyətləri. Məsələn, mən Divdə işlədiyim vaxtı, Divdə Xədicə var idi, izləsə salam. Xədicə mənə demişdi ki, bir dəfə nəsə oynayanda, onu oynayırdıq, nə oynayırdıq. Xədicə mənə qayıt dedik, mən dedim oynamıram. Çünki mən bəzən elə olur ki, həqiqətən sıxılıram belə tip funksiyonlardan və dedim oynamıram. Mənə bilirsiniz nə dedi Xədicə, belə deyil. Bəlkə uduzacağından qorxduğun və bunun sən narahat edəcəyini üçün girmədin.
Bir anlıq bilirsən, bir anlıq terapidə hiss elədim və xəcci hal-hazırda o cümlə mənim beynimdə, hal-hazırda yox, ümumiyyətlə həyatımın bir çox nöqtəsində sən o sözlərin mənim beynimdə fırlanır. Deməli, deyir ki, həyatında qarşılaşdığın və hələ də səni düşündürən təsadüf nədir? Mən bir dəfə tarix məşğələsindən qayıdırdım və qabaqda bir dənə qadın gedirdi. Qadının əlində, nə deyirlər ona, meşok deyirlər də. Qadın əlində meşokda kömür daşıyırdı və qadın yolda 2 dənə kömürün yerə düşürdü. Mən yanımda da məşğələ yoldaşlarım var idi tarixdən. Və qızlar gördülər, fikir vermədilər, amma bu məni çox narahat elədi. Çünki qadının pulunu ala bilərdilər ya da ki, qadının özünün ola bilərdi, pul vermiş ola bilərdi və bu kömürlər yerə düşübsə, zaten o axtaracaqdı onu. Niyə qoydum gözümə? Və mən götürdüm bu kömürü, qadına verdim və qadın çox anidən üzü dəyişdi, məni gördü və gülümsədi belə, günəş vurdu üzünə və mənə qayıtdı dedi ki, sən çox yaxşı bir insan olacaqsan. Bu sözümü unutma. Nə? O xala mənə bunu demirsən, hələ də mən gözləyirəm. Əslində yaxşı bir insan olduğumu düşünürəm. Sonuncu dəfə ən çox nəyə uzun uzadı gülmüsən? Bu video hal-hazırda ekrana gəlir. Mama falan dəli olub o uşağın səsindən. Bütün günü mən o uşağa baxıram. Dəli kimi. Çünki çox gülməlidir. Allah onu qorusun. Hər zaman elə xoşbəxt eləsin. Çünki mən özüm dəli uşaq olmuşam. Dəli. Ayağa qalxdım və güzgüyə baxdım o qafiyə. Fərqinə vardım ki, laynerin biri uzundur və biri qısadır. Bu qısadır. Yenə bunu uzadaq. İp kombo zamanı. Deməli, sizə maraqlı bir şey deyəcəm. Ağlıma gəldi anidən. Bunun dünən evləri siləndə düşünürdüm. Nədir bu? Deməli, dostlar, bilmirəm sizdə belədir ya yox. Mən kimsə ilə mübahisə eləyəndə bu insan mən, yəni yaxınım olmayanda özümü pis hiss edirəm. Məsələn, nə deməkdir bu? Məsələn, mən əgər qardaşımla, bacımla və yaxud da ki, ən yaxın dostlarımdan birinlə dalaşıramsa, it's okay. Problem yoxdur. Çox qəşəng qırışıram, dalaşıram, coşuram, əsirəm, gürlüyürəm. Yox, əgər bu insan mənim, necə deyim, heç nəyimdirsə, yaxınım deyilsə və bu insan mənimlə mübahisə eləyirsə, mən çox pis oluram, bilmirəm niyə. Əziz psixoloq izləyicilərim, bunu bir də analiz. Olivia'nın tək mənə olan, tək yox, few elədiyi yaxşı şeylərdən bəziləri, bəzən olurdu PR falan verirdilər. Bəzən də orada məsələn bunu vermişlər məhsul olaraq. Qəşəngdir rəngi. Həll eləyəcəm bura. Çox sağ olun dostlar izlədiyiniz üçün. Kanalıma abunə olub digər videolarımı bəyənməyi unutmayın. Belə sizinlə söhbət eləmək, danışmaq və s. Sizi çox sevirəm. Allah sizi qorusun. Burada danışdıqlarınızda heç kimə demirsiniz. Sizi sevirəm.